Mənim bir hüquqlarım var insan olaraq, bir də vəzifələrim var. Hüquqlar bölməsində mən tələb edirəm. Bu mənim hüququmdur. Tələb edirəm. Vəzifələrin bölməsində isə məndən tələb edirlər. Mənim vəzifəmdir ki, məndən tələb olunan nəsnələri həyata keçirim. Bu iki dənə qaydanın arasındadır həyat, hüquq və vəzifələr. Tədqiqatçılar deyir ki, 17-ci əsrə qədər insanlar, bəşər tarixi, bəşəriyyət, yəni Avropadan söhbət gedir də, gedib Afrikadan soruşan var, kefin necədir? Söhbət indi kim tarix ümumiyyətlə cərəyan yaradan xalqlar üzərində dayanır da. Dünya tarixi oxuyanda gedib Afrikanın tarixini oxumurlar, Avropanın. Niyə? Çünki cərəyanı o yaradıb axı. Oyunçu odur. Kim oyunçudursa, dünya tarixi onun üzərində dayanır. İndi nə demək istəyirəm? Hətta xalqların, hətta ölkələrin sayı əsasında da deyil o dünya tarixi. Deyir, Çin tarix boyu həmişə əhalisi çox olub. Amma Çinin dünya tarixindəki rolu həmişə yüksək olmayıb. Ona görə dünya tarixinə o qədər düşməyib. Avropa Çindən daha əhəmiyyətli olub. Çin indi hələ dünya tarixinə töhfələr verməyə başlayır. Nəsə, o başqa. İndi bu nə demək istəyirəm? Hüquq və vəzifələr. Amma 17-ci əsrə qədər bəşər vəzifələrini soruşurdu. Həm Avropada katolik kilsəsi hakimiyyətdir, din hakimiyyətdədir. Mənim Tanrı qarşısında vəzifəm nədir? Nə hüquq? Başını salaşaq, həyatı yaşa. 17-ci əsrdən sonra, modernizmdən sonra insanlar başladılar hüquqlarını tələb eləməyə. Mənim hüquqlarım var, insan hüquqları. Aydındır. İnsan nə qədər ki vəzifələrinin dalıncadır, orada dayanıb sanki ona vəzifəsini deyəsən də, orada didaktikanın yeri var, orada öyüd nəsihətin çox yeri var, əxlaq dərsinin çox yeri var da. Onsuz da hazırdır mənə eşitməyə. Vəzifələrini axtarır da. Amma o yerdə ki artıq insan hüquqlarını tələb edir. Hüquqlarını tələb edən insana əxlaq dərsi vermək çox çətindir. Artıq çox çətindir. Birinci ona görə ki, Jonathan Haidt'in bir kitabını oxuyuram, bizdə çətin gedir. Elə düşünmürdüm, xoşbəxtlik fərziyyəsi. Deyir ki, Virginia Universitetinin professoru, deyir ki, müasir kitabdır, yeni bir son 15 ildə yazılıb. Deyir ki, indi ağıl o qədər səpələnib hər yerə. Yaxşı ifadədir. Əvvəllər deyir, bu qədər deyildi informasiya. İndi haranı açırsan informasiyadır da. Əvvəllər belə deyildi. İndi isə o qədər informasiya çoxalıb, informasiyası çox olan insana əxlaq dərs vermək çox çətindir. Çox çətindir. O savadlıdır, savadlı adama bunu et, bunu etməməlisən. Tövsiyə xarakterli. Çətindir.